4 aydır reanimasiyada olan 59 yaşlı Türkiyəli məşhur müğənni Fatih Ürək vəfat edib. Bu barədə Türkiyə mediasında məlumat yayılıb. Qeyd edək ki, Fatih ötən il oktyabrın 15-də evində səhər yeməyi yeyərkən infarkt keçirib. O, xəstəxanaya çatdırıldıqdan sonra ürəyi təxminən 20 dəqiqə dayanmışdı. Bugün yeri vaxtla saat 16:53-də Hacıqabul rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb. Palçıq vulkanının püskürməsi Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin vulkan ətrafı seysmik stansiyaları tərəfindən qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin zəlzələ ocaqlarının dinamikası şöbəsinin məlumatına əsasən palçıq vulkanının püskürməsi 13 dəqiqə davam edib, bir faza ilə xarakterizə olunub. Püskürmənin dərinliyi 3 kilometr olub. Süleyman Surxayoğlu Mikailov Bakı şəhəri Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bu barədə Prezident İlham Əliyev müvafiq sərəncam imzalayıb. Qeyd edək ki, 64 yaşlı Surxay Mikailov 2010-cu ildən Qaradağ rayon icra hakimiyyətinin başçısı vəzifəsini icra edirdi.